zərbə indirməyə çalışırlar. Burada da İlkay Gündoğan, Erling Haaland top istirdi, top ona ötürülür və penalti. Xeyr. Bəli, penalti. Yoxsa xeyr, qapıdan zərbə. Yox, penalti. Dəqiq penalti. Çünki Manchester City futbolçular artıq sevinirlər. Bəli, artıq Haaland topu götürübsə, buradan başa düşdük ki, qayda pozulub. Baxın, 36-cı dəqiqə. Manchester City penaltini yerinə yetirir. Haaland! Erling Haaland! 1-0. Bu da özünə məxsus gol sevinci. Manchester City hesabı açır qarşılaşmanın 36-cı dəqiqəsində. Norveçli futbolçu da, forvard da öz gol hesabını açmış olur Premier Ligada. 11 metrlik zərbədən də olsa fərqli. Portugal futbolçu. Topu elə gözündə saxlayır. Cancelo özü zərbə indirdi. Lakin zərbəsi qeyri-dəqiq alınır. 42-ci dəqiqədə Joao Cancelo. Manchester City futbolçuları hücumsa davam edir. Ötürmə cərimə meydançasına alınır. Declan Rice'ın zərbəsi. Çərçivənin üstündən keçir 54-cü dəqiqədə və West Ham United belə bir şans əldə elədi. Manchester City'nin kapitanı İlkay Gündoğan ötürmədə xətt. Portuqaliyanın uduzu Cristiano Ronaldo və Lionel Messi izləyə indi isə City'nin hücumu. Zərbə qeyri-dəqiq alınır. İlkay Gündoğan. Bir anda irəli atıldı Manchester City futbolçuları. Ötürmə cərimə meydançasını izləyirik burada. Phil Foden'ə sağcına. Kevin De Bruyne'den ideal ötürme Erling Haaland duble gelir mi ve dubledir Erling Haaland. Bu da 0-2 Manchester City bir cəhdlə artıq bu boşluğu tuttu Erling Haaland ikinci golunu vurur. Haaland bax göstərir ki, kim mənə deyir ki, İngiltərə sənin üçün çətin olacaq, onlar yanılırlar. Daha bir zərbə olacaqmı? Jack Grealish çəkdi topu özü üçün Haaland. Başla zərbə Erling Haalanddan, dəqiq alınmır. Hesabı 3-0 edə bilərdi, xəttrik edə bilərdi Norveçli futbolçu, lakin hələ ki topu özü ilə daşıyır. Alvarez'in zərbəsi az qala rikoşetlə top çərçivəyə daxil olur.